Heyvanların leşi və tullantılar əraziyə atılır. Bunu Abşeron rayonu Novxanı qəsəbəsi Saatın Əskərova küçəsində yaşayan sakinlər iddia edirlər. Onlar ərazidə yerləşən fermanın natəmizliyindən şikayətçidirlər. Dünən gəldi burada başdan başa bir kamas tökülmüşdü, ölü qoyunlar. Ondan sonra kəllələr, toğlar, yunu qırxılıb, qoyunun yunu bıraxılıb hamara. Barının altından bıraxır, bütün heyvanların zirzibil, iy, qox, miçək. Yaşamaq çətindir. Bu qonşuda olan ferma bizə zərər getirir ki, nəyə görə ki, iyi qoxusu yay fəslində gəlir. Ümumiyyətlə evdə də milçəyin əlində oturmaq olmur. Yəni biz də şikayətçiyik bunlardan. Yəni indi havalar biraz soyuqdur, biraz iy zəif gəlir. İndi burada isti olandan burada iydən oturmaq olmur, milçək əlindən oturmaq olmur. Yəni zülüm çəkirik. Yəni burada bir dəfə şikayət olunmuşdu, yığışdırılmışdı. İndi təzədən yenə də gətirib yığışıb töküblər bu. Ferma sahibi isə bildirdi ki, bura kənd təsərrüfatı üçün ayrılan ərazidir. Rəsmi qaydada ferma tikilib. Sakinlərin iddialarına isə belə cavab verdi. Bu gəlir məndən, vaxtilə gəlib, nə istəyib vermişəm. Sonra baxdım ki, bu ağ eləyib artıq, gündə pul tələb edir, deyir, aylıq mənə pul verməlisən. Xanım, mən axı burada nə qazanıram ki? Mən də bu özəl təsərrüfatımdır, özümün şəxsi təsərrüfatımdır. Torpaqdır, özümün şəxsi kənd təsərrüfatı təyinatlı torpağımdır. Heç bir əsası yoxdur onun şikayətlərinin. Heç bir əsası yoxdur. Burada dəfələrlə ekologiyadan da gəlib buranın, iyi də yoxlayıblar, aparat gətiriblər, yoxlayıblar. Heç bir nəticəsi olmayıb. Bu gündən sonra yəqin ki, artıq yetər. Mən də yəqin təbii ki, şikayət eləməliyim. Belə biabırçılıq olmaz ki, xanım. Məsələ ilə bağlı Qəsəbə Bələdiyyəsindən də Xəzər xəbərə bildirildi ki, sözgedən ərazi vətəndaşın şəxsi mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlıdır. Sahibkar qanuna müvafiq şəkildə kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Ərazinin təmiz saxlanılması ilə bağlı onunla maarifləndirici söhbətlər aparılıb. Minaya Zamanca, Barqar Yağdoğlu, Xəzər xəbər.